Gənclərə şirkət mədəniyyətinə daha hakim ola bilmələri üçün iş axtarışında, karyera inkişaflarında yararlı ola biləcək hansı tövsiyələr deyim, məsləhətlər verə bilərsən? 3 əsas tövsiyəm ola bilər. İlk növbədə işə qəbul olmadan şirkət axtararkən, bir iş yeri axtararkən birinci o şirkətin mədəniyyətini araşdırsınlar. Bunu necə araşdıra bilərlər? Bəzi toollarda verək. Sosial şəbəkədə olan vəziyyətini, danışıqlarını, dialoqlarını, aktlarında olan kommentləri izləmək olar. Orada işləyən hər hansı bir şəxsdən o şirkət haqqında soruşmaq olar və ya o şirkətin indiyənə qədər tarix boyu atdığı addımlarını analiz eləməklə bir şirkət mədəniyyəti anlayışı formalaşacaq. Ondan sonra ikinci bir təklifim yaranacaq burada ki, deyək ki, araşdırdıq şirkətin mədəniyyətini, çox gözəl bir şirkətdir və biz düşünürük ki, uğurlu bir şirkət mədəniyyəti var. Biz orada gedib işləyə bilərik. İkinci addım nədir? Əvvəlcə özümüzə dönük addım atmalıyıq. Necə? Bizim dəyərlərimizi dəqiqləşdirməyimiz lazım ki, özümüzün mənim nə dəyərim var? Mənim dəyərlərim nədir? Mənim üçün önəmli olan dəyər nədir? Bunu dəqiqləşdirəndən sonra müraciət elədiyim şirkətin də dəyərlərini qarşılaşdırmalıyıq. Artıq o dəyərlərin əsasında formalaşmış şirkət mədəniyyəti bizim dəyərlərimizə uyğundursa, ondan sonra orada işə qəbul olaq.